biz amortisasiyalı məsələ modeli görmüş olacağıq. Baxın, modellərdən biri bu olacaq. Amortisasiyalı məsələ modeli. Necə olur? Gəlin göstərirəm. Deməli, həmişə belə olur. Aktivin ilkin dəyəri hesablanması verilir və daha sonra ilkin dəyəri hesablayandan sonra səndən amortisasiya hesablanması tələb olunur və daha sonra aktivin balans dəyərinin tapılması tələb olunur. Bax, ardıcıllıq bu formada gedir. Deyirəm, nümunə. İlk şirkəti 01.04.2011-ci ildə xaricdən yeni bir avadanlıq alışı həyata keçirdi. Avadanlığın dəyəri 30.000 USD-dir. Müəssisə avadanlığı ithal etdiyi gün 1 USD 1.70 AZN idi. Şirkət avadanlığa görə 7.000 AZN gömrük rüsumu, 10.000 AZN əvəzləşən ƏDV, 5.000 AZN daşıma və quraşdırılma xərcləri çəkdi. Avadanlığın iş prinsipinin öyrədilməsi üçün işçilərə təlim xərcləri çəkildi. Təlim xərcinin dəyəri 2.000 AZN-dir. Avadanlıq düz xətt metodu ilə amortisasiya edilir və 01.04.2011-ci il tarixində istifadəyə hazırdır. Lakin şirkət işçilərin öyrədilmə prosesinin 1 ay uzanılması səbəbilə aktivi 01.05.2011-ci il tarixdə istifadəyə verdi. Avadanlığın faydalı istifadə müddəti 5 il, son qalıq dəyəri isə 10.000 AZN-dir. 10.000 AZN. Sual 1. 31 dekabr 2011-ci il, yox, belə yazaq. 01.04.2011-ci il üçün avadanlığın ilkin dəyəri nə qədərdir? Sual 2. 31 dekabr 2011-ci il üçün amortisasiya xərci nə qədərdir? Sual 3. 31 dekabr